Salam əziz və dəyərli şagirdlər. 9-cu siniflər üçün kvadrat köklər mövzusunun izahına başlayaq. Birinci sualdan. Deməli, baxaq görək bizə nə soruşur. Hansı münasibət doğrudur? A variantında deməli, A-nın B-nin kubunu kvadrata yüksəltmək lazımdır. Birincidə olmalıydı A-nın kvadratı B üstü 6. Çünki A-nın üstündə 1 var və üzərindəki 2-yə vurulur. A üstü 2, B üstü 6 olmalıdır. Burada A üstü 2 yazmadığına görə A səhvdir. C-yə baxaq. Mötərizə olan üstlər vurulduğuna görə C variantında A üstü 15 olmalıydı. Səhvdir. Vuranda üstlər toplanılır bu şəkildə. Mənfi 19 ilə 5 toplanır. Mənfi 14 cavabımız Y variantı doğrudur. B niyə görə səhvdir? Çünki mötərizə olan üstlər vurulmalıydı. Mənfi 16 olmalıydı. Bu da səhv. Və böləndə üstlər çıxılır. Çıxanda uşaqlar 5 çıx mənfi 5 olur. 5 çıx mənfi 5. Mənfilər toqquşu plus verir. Olur 5 üstə gəl 5. O da olur 10. Yəni əslində A üstündə 10 olmalıydı. Bunlar isə 1 yazılır. Keçdik ikinci suala. Kök altı 15 ədədi hansı iki ardıcıl tam ədədin arasında yerləşir? Bu deməkdir, yəni kök altında 15-in içində sonuncu nəyin kvadratı var? Biz bildik ki, kök altda 15-in içində 3-ün kvadratı var. Yəni kök 9-dan başlayaraq, kök 9 nə deməkdir? 3. Kök 9-u aşıb, amma kök 16-ya hələ çatmayıb. Yəni 4-ə hələ çatmayıb. Deməli 15 yerləşir kök 9 ilə kök 16 arasında. Yəni 3 ilə 4-ün arasında. Və belə də deyirik ki, kök 15-də 9-u aşdığına görə 3 tam nə qədərsə olur. Onluq kəsir hissəsini bilməsək olar. Əsas odur ki, 3-ü aşıb və bu ədəd 3 ilə 4 arasında yerləşir. Üçüncü sualda kök 27 hansı iki ardıcıl tam ədəd arasında yerləşir? Kök 27-də kök 25-i aşdığına görə bu təqribən 5 tam nə qədərsə və bu da 5 ilə 6 arasında yerləşir deməkdir. Və yaxud da belə də göstərə bilərik ki, kök 27 kök 25-dən böyükdür, kök 36-dan kiçikdir. Yəni 5-dən böyüyəm, 6-dan kiçiyəm. 5 ilə 6 arasında yerləşir. Üçüncüdə oldu C variantı. Dördüncüdə ifadənin qiymətini tapın. Deməli, 0,81-i başa düşməyən uşaqlar onu adi kəsir şəklində %81 şəklində göstərə bilər. Həmçində 0,116-nı da %16 şəklində göstərə bilərlər. Belə daha rahat görə bilirik. 81-dən çıxacaq 9, 100-dən çıxacaq 10, 25-dən çıxacaq 5, 16-dan çıxacaq 4, 100-dən isə çıxacaq 10. Yəni kvadrat kök çıxartmaq üçün elə bir ədəd tapmalıyıq ki, özünə vuranda həmin ədədi alaq. Məsələn, 16-nı almaq üçün nəyi özünə vursaq? 2 dəfə özünə vursaq 16 alarıq 4-ü. 100 almaq üçün 12 dəfə özünə vursaq 100 alarıq. Yəni kökü almaq üçün fikirləşmək lazım ki, bu ədədi özünə vuranda həmin ədəd alınsın. Burada ixtisarlarımıza baxaq görək. Onluq kəsirlə verdiyinə görə gəlin belə eləyək. 5 ilə 10 əvvəlcə ixtisar ilə 2, 4 ilə 2 ixtisar getsə 2. Burada aşağıdakı 10-u ixtisar eləməyən 10 qalsın. Ümumiyyətlə 10-un 100-ü mini belə ixtisar eləməsəz daha məsləhətlidir. 9-u 2-yə vursaq 18, 18 10-a bölmək daha asandır. 1,8. Cavabımız olur B variantı. 5-ci sualda yazıb kök altında deməli kök altında 50 bölünsün kök altında 49. Bu bütöv yazıb üzülü sanışılır. Kök altında 50 böl 49. Deməli biz 49-dan 7-ni çıxarda bilərik. Amma 50-ni isə ancaq uşaqlar gördük kök çıxmır, parçalama üsulundan istifadə edirik. Parçalama üsulu nə demək? Yəni başlayırıq ədədləri 2 dənə vuruq şəklində göstərməyə. Məsələn, 50-ni 2 ilə başlayaq. 2 vur nə kimi yaza bilərik? 25 kimi. Onda 25-dən nə çıxacaq? 5. Amma 2-dən heç nə çıxmadığından qalır kökün altında. Və aşağıda 7-miz var. 5 kök 2 bölünsün 7. Cavabımız olur 5 kök 2 bölünsün 7 D variantı. 6-cı sualda. 6-cı sualda deməli baxırıq ki,
İçərdən başlamaq lazımdır. Yəni kök 3 üstəcə kök 36 yazıb düzdür. 36-dan çıxır bizdə 6. 6-dan çıxardandan sonra içəridə 3 üstəgəl kökün qiyməti 6-nı yazırıq. Bu da bizə kök 9 verir. 9-dan da 3 çıxır. Cavabımız olur D variantı. 7-ci sual. 7-ci sualda kvadratlar fərqi 35-in kvadratından çıxmalıyıq 28-in kvadratını. Burada nə iş görürük? Müxtəsər vurma düsturuna görə kvadratların fərqini bu şəkildə ayırırdıq. Bir dəfə bu ədədlərin cəmi vur, bir dəfə də bunların fərqi bərabərdir. 35 ilə 28-i toplasaq, edir 63. 28-ini çıxsaq, qalar 7. 63 vur 7-ni necə yazarıq? 63-ü özünü parçalayarıq. Bu yanındakı 7 də fikir verin ki, o da bizə kömək eləyəcək. Deməli, 63-də bilirik ki, 7-yə vurma cədvəlində 7 vur 9 kimi yaza bilərik. Vur, bir də bu 7-ni özünü yazırıq. Deməli, 63-ü 7 vur 9 kimi yazdıq. Burada göstərək 7 vur 9 kimi. Bir də yanında 7 var. Deməli, 9-dan bizdə çıxacaq. 9-dan çıxacaq 3 vurulsun. 2 dənə 7-dən isə bir dənə 7 çıxacaq. Əslində belə eləyə bilərsiniz. 7-ni 7-yə vuran necə eləyir? 49, oradan 7 çıxır və yaxud da 2 7-dən birini çıxarda bilirik. Cavabımız olur 21. 8-ci sual. İfadəni sadələşdirin. 2 kök altında B üstəgəl 6B üstəgəl 6 kök altında B. Deməli, bunlar uşaqlar oxşar bir hədlərdir. Yəni, belə deyək ki, kök 6 B olan hissəsi eynidirsə, biz sadəcə əmsallarını toplayacağıq. 2 ilə 6-nı topladıq 8, yanında nə yazırıq? Kök altında B. 8 kök altında B. 9-cu. 3 kök altında 44. Bölünsün 4 kök altında 99. Deməli, belə yazırıq ki, 4-də 3 vurulsun. Bir dənə kök yazırıq ümumi. 44 bölü 99-u eyni kökün altında ifadəni qeyd edirik. 44 ilə 99 ixtisar gedir 11-ə. 11-ə gedəndə yuxarıda qalır 4, aşağıda qalır 9. Və yazırıq 4-də 3 vur. 4-dən çıxır 2, 9-dan çıxır 3. 3-lər gedir. 4-lə də 2 gedir. 1 bölünsün 2. Cavabımız olur 2-də 1. 10-cu sual. İfadənin qiymətini tapın. Kök 18 bölünsün kök 2. Yenə də ümumi kök 18-i 2-yə bölürük 1 kökün altında və 18-i 2-yə bölündə kök altında 9, oradan da çıxacaq 3. Cavabımız olur D variantı. 11. 7 kök altında 7 bölünsün 21 kök altında 7. Bölmə və vurma zamanı köklər eyni olarsa bölü vurmaq olar. İndi bölməcə kök 7-lər ixtisar gedir. 7 ilə də 21 ixtisarləsək qalar 3-də 1. 11-ci sualın cavabı 3-də 1. 12-ci sual. 12-ci sualda 4 vur 10 üstü mənfi 3, üstəgəl 2 vur 10 üstü mənfi 1, üstəgəl 5, üstəgəl 3 vur 10-un kvadratı. 10 üstü mənfi 3, deməli burada qeyd edək, onun kubu 1000-dirsə, 10 üstü mənfi 3, ədədin üstü mənfi onun tərsidir, yəni 1000-də 1 deməkdir. O da 0-dan 1000-də 1 deməkdir. İndi burada da 10 üstü mənfi 3, 0-dan 1000-də 1-dir. 4-ə vuranda olur, yazaq bu 4 vurulsun 0-dan 1000-də 1. 2 vur, 10 üstü mənfi 1-dir deyə 0-dan 10-da 1. Yəni 10 üstü 1 olsa 10-dur. 10 üstü mənfi 1 olanda tərsidir, 10-da 1-dir. Bu da 0-dan 10-da 1 demək. Deməli, üstə gəl 5, üstə gəl 10-un kvadratı. Burada diqqətli olun. 3-ü 10-a vurandan sonra kvadratı yüksəltmirik. Əvvəlcə onun kvadratını tapırıq 100. Sonra 3-ə vururuq 300. Oldu cavabımız belə. 300 ilə 5 topladıq. 305-dan vergül. Bu elədi bizdə 0-dan 10-da 2. Bu da 0-dan 1000-də 4. Bu demək ki, vergüldən sonra birinci ədədimiz 2-dir. Üçüncü ədədimiz isə 4-dür. 2-dir. Üçüncü ədədimiz 4-dür.
İkinci ədədin yerinə 204 yazırıq. Yəni boşluğumuzu bu şəkildə doldururuq. Yəni əslində belə də yaza bilərsiniz. 305 üstəgəl 0,2 üstəgəl 0,4. Bu boşluqlara 0 yazılır. Toplananda 4, 0, 2. Burada qalır 305. İndi bunun asan, rahat tapılma qaydasında deyək uşaqlar. Necə edirsiniz? Əvvəlcə bu 305 tapandan sonra onun üstünə mənfi 3 nə deməkdir? Deməli, bu 305 elədir, düzdür? Bilirsiniz ki, əvvəl 305 ilə başlayan hansı cavablar var? Ya 7, ya da A-dır. İndi nəyə baxırıq? 10 üstü mənfi 3 o deməkdir ki, vergüldən sonra 3-cü ədədimiz 4 olmalıdır. Vergüldən sonra 3-cü ədəd 4 olanda Y variantıdır. A-da 4 görürüz, ikinci yerdədir. Ona görə A deyil. Cavab olur Y. İndi 13-ü seçmə üsulundan işləyək. Yəni, şifahi şəkildə. Onun kvadratı 100, vurduq 4-ə 400. Üstünə 2 də gəldi, oldu 402. 402 olan B-də var, bir də D-də var. İndi baxırıq. Vergüldən sonra 3-cü yerdə 5 dayanmalıdır. 3-cü yerdə 5 dayanan B variantıdır. 13 getdi. 14-cü sual. Ən böyük ədədi göstərin. Deməli, yadımızda qalsın ki, uşaqlar, kökün altında əgər onluq kəsirdirsə, siz sözlə yazaq, onluq kəsir. Onda nə edəcək? Onluq kəsir, həm də necə onluq kəsir? Onu da deyək ki, tamı 0. Tamı 0 ilə başlayaq. Qoy, belə yazmayaq. Belə yazaq. Əgər içəridəki ədəd 0 ilə 1 arasındadırsa, o zaman deyəcək ki, dərəcəsi böyük olan böyük, dərəcəsi böyük olan böyük, kiçik olan kiçikdir. Demək, dərəcəsi böyük olan böyük sayılacaq, dərəcəsi kiçik olan kiçik sayılacaq. İndi bizim bu misalda deməli, 0,2 0 ilə 1 arasında oldu və ən böyüyünü deyirsə, biz dərəcəsi ən böyük olanı götürəcəyik. Cavabımız olacaq C variantı. 15-də də yenə ən böyük ədədi deyirsə bizə, dərəcə eynidirsə, yenə də böyüyə böyük götürürük. Dərəcə eyni olanda onluq kəsir olsa da içi, yəni yenə də böyüyə böyük olur. Cavabımız olur A variantı. 0,18 çünki hamısından böyükdür. 16-cıda isə uşaqlar, deməli, belə yadda saxlayacaqsınız. Əgər ədədimiz 1-dən böyüksə, yəni natural ədəddirsə, o zaman dərəcə böyüyəndə, dərəcəsi böyük olan kiçik olur. Dərəcəsi kiçik olan böyük olur. Belə. İndi bizdə içəridə 2 ədədi var və 2 ədədə 1-dən böyük natural ədəddir. Yəni 1-dən böyük natural ədəd olduğuna görə dərəcəsi bizdən ən kiçik soruşsa, dərəcəsi ən böyük axtarmalıyıq. Ən böyüyümüzə nədir? D variantı. Yəni belə deyək ki, 1-dən böyüyəmsə tərs mütənasib olacaq, 0 ilə 1 arasındayamsa düz mütənasib olacaq. Böyüyə böyük, kiçiyə kiçik götürəcək. 17-də yenə deyək, ən böyük ədədi göstərin. Onluq kəsir olduğuna görə ən böyük ədəd elə qüvvəti ən böyük olan cavab olacaq C variantı. On 18-ci sual. Əməllər. Baxaq görək 18-də bizə nə verib? Bu ifadəni deyir, sadələşdirin. Deməli uşaqlar, belə ifadələri sadələşdirəndə biraz cavablara da baxırıq ki, cavablar bizə kömək eləsin. Baxırıq cavablarda hamısında kök 2 var. Bu deməkdir ki, verilən ədədləri 2 vur hansısa bir ədədin hasil şəklində yazmalıyıq. Yəni 4 kök altın 18-i 2 vur 9 çıx. 32-ni 2 vur 16. Yəni cavablar olmasa da belə özü də düşünərsiniz ki, mən bunu necə parçalayayım ki, bu ədədlərdən birindən mütləq kök çıxsın. Məsələn, 2 vur 9 yazanda 9-dan kök çıxacaq. 2 vur 16 yazsam 16-dan kök çıxacaq. Və kökün birini 2 tutandan sonra aydındır ki, digərləri də 2 ilə göstərilə bilir. 8-i də yəni 2 vur 4 kimi yazarıq. Bərabərdir. 4 vurulsun, 9-dan 3 çıxar, yanında kök 2, minus.
16-dan 4 çıxar, yanında kök 2. 4-dən 2 çıxar, yanında kök 2. Olur onda belə 12 kök 2 çıx 4 kök 2 çıx 2 kök 2. Kökləri eyni olduğuna görə biz sadəcə onun əmsalları ilə işləyəcəyik. Yəni 12-dən 4-ü çıxacam, sonra da 2-ni çıxacam. 12-dən 4-ünü çıxanda 8, ikisindən çıxanda 6. Cavab olur 6 kök altında 2. 19-cu sual. Demək olar ki, bu da eynisidir. 4 vurulsun. Fikir verir ki, içəridəki 45, 20, 80 ədədləri var. Və bunlarla sonu 0 və 5 ilə bitir. Deməli, bunlar 5-ə bölünən ədəddir. Biz bunları 5 vur kimi yazırıq. 5 vur 9. 20-ni 5 vur 4. 80-ı isə 5 vur 16 kimi yaza bilirik. Bərabər 4 vur 9-dan çıxır 3. Kökün altında 5 qaldı. 4-dən çıxır 2. Kökün altında 5 qaldı. 16-dan 2 vur 16-dan çıxır 4. Kökün altında 5 qaldı. Demək oldu belə 12 kök 5 üstəgəl 2 kök 5 çıx 8 kök 5. İndi yenə kökləri eyni olduğuna görə kökünü yazırıq. Əmsallarını işləyək. 12 ilə 2-ni toplasaq 14, 8-in çıxsaq 6 kök altında 5 B variantı. 20-ci sual. 2 kök altında 147 üstə gəlinsin. Daha doğrusu çıx 3 kök altında 12 çıx 3 kök altında 27-yə. Burada da baxırıq ki, cavablarda 3 var. Demək 3 ilə göstərməliyik. 2 vurulsun. 2 daha doğrusu kök altında 3 vurulsun. 147-ni 3-ə bölsək 49. Çıxılsın. 3 vurulsun. 12-ni 3 vur 4 kimi yazarıq onda. Və 27-ni də 3 vur 9 kimi yazarıq. 2 vur 49-dan çıxar 7 kök altında 3. 4-dən çıxar 2 kök altında 3. 9-dan da çıxar 3 kök altında 3. Bərabər. Oldu 14 kök 3 çıx 6 kök 3 çıx 9 kök 3 bərabər. Yenə kök 3'lər eyni deyə kök 3 yazaq. 14-dən 6-sını çıxanda 8, 8-dən 9-unu çıxanda mənfi 1 eləyir. Yəni 1 də yazılmır. Mənfi kök 3. Mənfi kök 3 C variantı. 21-ci sual. 5 kök altında 24 çıx kök altında 96 çıx kök altında 150. Bərabərdir. Demək, cavablara baxanda biz nə görə bilirik? 6 görə bilirik. 6 ilə göstərsək 5 vur 4 vur 6. Daha doğrusu birinci 6-nı yazaq ki 6 vur 4. Yazanda gör 4-dən nəsə çıxacaq. Yaxşı gedirik. 96-nı 6 vur 16. 16-dan nəsə çıxacaq. 150-ni də onda 6 vur 25 kimi yaza bilirik. Olur belə 5 vur 4-dən 2 çıxır. Kökün altında 6. 16-dan 4 çıxır. Kökün altında 6. 25-dən 5 çıxır. Kökün altında 6. Bərabər. Bu elədir deməli 10. Kök 6-nı yazaq. 10-dan 4-ünü çıxanda 6, 6-dan 5-ini çıxanda bir dənə kök altı 6 ilə cavab olur kök altında 6 C variantı. 22-ci sual. Deməli bizə 22-də deyir ki, uşaqlar A böyükdür 0-dan şərt verir. Yəni A müsbət ədəddir. Bu ifadəni biz işləməliyik. Deməli yazırıq belə 3A çıx. Belə bir qayda var yadınızda qalsın ki, uşaqlar. Əgər dərəcəm də cütdürsə, içəridəki ədədin qüvvətdə cüt ədəddirsə, bunlar ixtisar gedirlər. Qalır A, amma A qalır modulun içində. Yox, əgər tək ədəd olsaydı, tək, qüvvətlər tək olarsa, bu zaman tək ədədlər gedir, qalır yalnız A. Deməli, nə vaxt modulda çıxdı, nə vaxt adi halda A çıxdı. Modulda yalnız uşaqlar cüt ədəd olanda çıxır. Nəyə görə? Çünki cüt ədəd olanda biz fikirləşməliyik ki, kökümüzdən həmişə müsbət ədəd çıxmalıdır. Onun müsbətliyini qorumaq üçün də bir dənə bura həmişə modul atırıq. Yadımızda belə qalsın. Amma tək olanda isə
Mənfi də ola bilər nəticə, müsbət də ola bilərdi. Ona görə onu modul qoymağın, yəni qoymasaq da olar. Mənası, yəni ehtiyac yoxdur. Yaxşı, indi bizdə bax 4 ədədləri var, düzdür? Bu 4 ədədlərini ixtisar edəndə A çıxmalıdır, düzdür? Amma necə A çıxacaq? Modul A. Çünki 4 ədədi 3 ədəddir. Bərabər. Bundan sonra nə iş görürük? Bizə verilən şərt olacaq. Bu şərtdə deyir ki, A sıfırdan böyükdür. Yəni A necə ədəddir? Müsbət ədəddir. Və həqiqət ədədlərdə biz keçmişik ki, əgər şərt versə ki, A sıfırdan böyük bərabərdir, onda müsbət A çıxır. Yox, şərt versə ki, A sıfırdan kiçik bərabərdir, mənfi A çıxır. İndi bizdən verib ki, A müsbətdir. Deməli, burada necə A çıxmalıdır? Müsbət A çıxmalıdır. Yazırıq 3A çıx. Buradan bir dənə müsbət A çıxartdıq. 3A-dan da A çıxanı necə eləyəcək? 2A. Deməli, necə eləyəcək? Təkrar bir də izah eləyək. 3A çıx. Dərəcələri siləndən sonra dərəcələr cüt ədəd olduğuna görə ifadə modulda çıxır. Modulda belə deyək ki, içindəki A-nı da çıxartmaq üçün işarəyə baxırıq. Müsbət şərt veribsə müsbət A çıxacaq, mənfi şərt versəydi mənfi A çıxardı. İndi 23-ə baxağın, ondan da tam bizə aydın olacaq. A sıfırdan kiçikdir. 2A üstə gəlinsin, 6 dərəcədən A üstə 6 yazır. Burada yazırıq 2A üstə gəl, 6'lar gedir. Baxın 6 cüt ədəd görürsünüz. Gedəndən sonra ifadə nəyin içinə çıxmalıdır? Modul A-nın. Və gelib şərtə baxırıq. Şərtdə deyir ki, A sıfırdan kiçikdir. Yəni mənfidir. Mənfi şərt veribsə, onda burada mənfi A çıxmalıdır. Onda yazırıq 2A çıx A. Cavabımız da olur A. Aydın oldu. Şərt yazaq buradan. Bu şərt yalnız modula aiddir. Modula aiddir. Yaxşı, bax qırmızılayıram. Şərt yalnız bu modula aiddir. Yəni birinci 2A var ya, bu 2A-ya heç bir aidiyyatı yoxdur. Orada sərbəstdir. Yəni A hər bir şey ola bilər. Əsas biz modula baxırıq ki, modulda mənfi verilmişsə mənfi çıxardaq, müsbət verilmişsə müsbət çıxardaq. İndi biz 22-də cavab nə aldıq? 2A. Cavabımız D oldu. 23-də isə A aldıq. Cavab oldu A variantı. Keçək 24-cü suala. Deyir B sıfırdan böyükdür. 3B çıxılsın. 8 dərəcədən B üstü 8. 8-lər onsuz da gedir. Qalır 3B çıx. Modulda B. Çünki 8 cüt ədəd idi. Və şərt verib ki, B sıfırdan böyükdür. Yəni müsbət. Onda buradan müsbət B çıxacaq. Bərabərdir. Olur 3. Bərabərdir. 3B. Müsbətlə mənfi toqquşanda elə çıx B olur. 3B-dən də B çıxanda cavabımız olur 2B. B variantı. 25-ci sual. B kiçikdir sıfırdan verib yenə. Yəni mənfi ədəddir. 5B üstə gəl 10 dərəcədən B üstü 10. Onlar gedir. Qalır 5B üstə gəl modulda B. Və B-ni mənfi verdiyinə görə burada mənfi B çıxacaq. Olacaq 5B çıx B. O da eləyir 4B. Cavabımız olur 4B. 26-cı sual. Deməli, bizə deyir ki, məxrəci irrasionallıqdan azad edin. Məxrəci irrasionallıqdan azad etmək üçün həmin köklü ifadənin çatışmayan hissəsinə vurmaq lazımdır. Çatışmayan hissə nə deməkdir? Yəni, burada dərəcəmiz bilirik ki, yazılmayıbsa, burada göstərək, kök 3 yazılır. Biz bunu azad eləməliyik. Dərəcəmiz bilirik ki, 2-dir. Gələk ki, burada 2 olar ki, bu 2-lər gedə. 3-ümüz kökdən azad olar. Yəni, adi 3 olar. Bunun üstündə bizə kök 3 verilib. Yəni, 2 dərəcədən 3-ün biri verilib. Amma biri yoxdur. Demək ki, birinə bir dənə biz vurmalıyıq ki, 2 dənə olsun. Yəni, vuranda bu şəklə gəlsin. Baxın, 2, 3-ün kvadratı. Vuranda çünki üstlər toplanılır. Biri buradan gəlir, biri buradan. Olur 3 üstü 2 və bundan sonra bu nə olur? Azad olur. Yəni, ümumiyyətlə, bundan sonra kvadrat köklü ədədləri azad eləmək üçün elə özünə vura bilərsiniz. Yəni, kök 3 isə elə kök 3-ə vura bilərsiniz.
Kök 3'ü kök 3'ə vuranda indi necə elədik? Biz kök 3'ü aşağıda vurduq. Məxrəci nəyə vurursa uşaqlar, sürəti də həmdə vurmalıyıq. Yəni kök 3 həm aşağıda yazılır, həm yuxarıda. Aşağıdakı kök 3 kök 3'ə vuranda kök 3'ün nə yarandı? Kvadratı. Kvadratla kök gedəndə qalır yerdə köksüz 3. Bu 3 ilə də yuxarıdakı 3 ixtisa gedər. Qalar kök 3. Bax bu qalır. Bir də aşağıda qalıb 2. Kök 3 bölünsün 2. Yəni məqsəd nə idi? Məxrəcdə kök olmasın. Sözə baxın, məxrəci irrasionaldan azad edin. Yəni irrasional sözü nə deməkdir? Kök deməkdir. Yəni məxrəcdə kök olmasın mənası o idi. İndi 27-yə baxaq. 7 bölünsün 4 kök 7. Yenə kök 7 gördük. Aşağını da kök 7'yə vururuq, yuxarını da kök 7'yə vururuq. Bu kəsrin əsas xassəsidir də bildiyimiz kimi ki, kəsrin sürət və məxrəci eyni ədədə vursaq və ya bölsək, kəsrin qiyməti dəyişməz. Deməli belə mi oldu? Kök 7'ni kök 7'yə vurduq. Oldu kök 49. Oradan da alınır 7. Aşağıda 4 də var idi. Yazırıq 4 vur 7. Yuxarıda da var 7 vur kök 7. 7'lər gedir. Qalır kök 7 bölünsün 4. Kök 7 bölünsün 4 A variantı. 28-ci sual. İfadənin qiymətini standart şəkildə göstərin. Deməli, əvvəlcə biz nə etməliyik? Onluq kəsrə. Əslində, ortada baxın, bölmə işarəsi var uşaqlar. Gəlin biz bunu kəsrlə bölək. 9,6'ını 3,2'ye böləndə qalır 3. Vurulsun. 10 üstündə. Əsasları eyni olan ədədləri böləndə üslər çıxılır. Yəni, mənfi 15'dən mənfi 18'i çıxmalıyıq. Yazaq. Mənfi 15 çıx. Mənfi 18. Bu da bərabərdir. 3 vur 10 üstündə. Deməli, mənfi 15. Mənfiyə toqquşu olur plus. Plus 18. Bərabərdir. 3 vur 10 üstündə. Mənfi 15 ilə 18'i toplayanda işarələr müxtəlif onda böyükdən kiçiyə çıxırıq. Yəni 18-dən 15'i çıxırıq və böyüyün işarəsini. Yəni müsbət 18'in işarəsi müsbətdə demək cavab olur 3 vur 10 üstü 3. Yəni 18-15 çıxırıq olur 3. Və bizə də ifadənin standart şəklini göstərin. Elə bu bizdə standart şəkildir. Çünki standart şəkildə bilirik ki, aşağı bu qiymətli hissəmiz bir rəqəmli olmalıdır. Elə bu da bir rəqəmlidir. Cavabımız olur B variantı. 29-cu suala baxaq. 29'da 2,8 vur 10 üstü 3 bölünsün 2,5 vur 10 üstü mənfi 5. İndi biz burada necə eləyək? Bu vurmadır. Üzrlü uşaqlar, bayaqki bölməkdir. Bu vurmadır. 2,5 vur 10 üstü mənfi 5. 2,8'i 2,5'e kənarda vuraq özümüz üçün. Baxaq. 2,8 vur 2,5. Birinci 5'i 28'e vursaq eləyər 140 plus 2'ni 28'e vursaq 56. 0, 0, 7. Vergiden sonra bir rəqəm birinci ədəddə var. Bir rəqəm də ikinci ədəddə var. Demək 2 ədəd ayırıq 1, 2 ayırıq vergülümüzü qoyuruq. Sıfırlar da mənasını itirir. Demək olur belə 7 vurulsun 10 üstündə. İndi onlara baxaq. Vuranda da dedik ki üslər toplanılır. 3 ilə mənfi 5'i toplamalıyıq. 3 topla mənfi 5. O da olur belə 7 vur 10 üstündə. Müsbətlə mənfi 9 qoşur olur 3 çıx 5. O da verir bizə 7 vur 10 üstündə 3 dənə 5 çıxanda mənfi 2. 7 vur 10 üstü mənfi 2 cavab olur D variantı. 30-cu suala baxaq görək. 30. Deməli 16 A kvadratı B. Deyir A kiçikdir 0 olduqda vuruğu kök işarəsi altından çıxarın. Əvvəl 16'dan çıxır 4. A kvadratı deməli kvadratla kökün dərəcəsini atsaq çıxmalıdır mütləq cüt dərəcələri ixtisarlədiyimizə görə modulda A vur bir də B kökün altından çıxa bilmir.
Qalır kök altında B. Və A-nı sıfırdan kiçik veribsə, bu dekim ancaq modula aiddir. Sıfırdan kiçik olmaq mənfi deməkdir. Yəni buradan mənfi A çıxmalıdır. Olur onda mənfi 4A yanında kök altında B. Mənfi 4A yanında kök altında B. 31. 31 həqiqi üslü qüvvətə aiddir. Bu ifadənin qiymətini hesablayın. Deməli uşaqlar, burada əsas nəyə fikir verməlisiniz? Əsaslar ki var, bu əsasları üstündə kəsr qüvvət verilib, bu kəsrin məxrəcinə uyğun qüvvət şəklində göstərməlisiniz. Məsələn, 8 nəyin kubudur? 2-nin kubudur. Üstündə nə yazırıq? 3-də 1. Üstə gəl. 125 yenə məxrəcə baxırıq. Nəyin kubudur? 5-in kubudur. Üstündə 3-də 1. Çıx. 64 nəyin kubudur? 4-ün kubudur. Üstündə 3-də 1. Bərabərdir. Mötərizə onda üstlər vurulur. 3-ü 3-də 1-ə vursaq, 3-lər gedər. 3-lər gedər. 3-lər gedər. Qalar onda. Burada 3-də 1, 3-də 2 idi. Qalar onda 2-nin kvadratı. Üstə gəl 5 üstü 1. Üstə daha doğrusu çıx. Çıx 4 üstü 1. 2-nin kvadratı 4. Üstə gəl 5. 4-ün üstü 1, 4. Elə 4-lər islah olur. Çünki biri müsbət, biri mənfidir. Cavabımız qalır 5. B variantı. Eyni ilə 32-də baxaq. 27 nəyin kubudur? 27 3-ün kubudur. Üstündə 3-də 2. Çıx. 4 nəyin kvadratıdır? 2-nin kvadratıdır. Üstündə 2-də 1. 8 nəyin kubudur? 2-nin kubudur. Üstündə 3-də 1. Bərabərdir. Yenə 3-lər, 2-lər, 3-lər gedər. Qalar 3-ün kvadratı çıx 2 üstü 1. Üstə gəl 2 üstü 1. Onda oldu 9 çıx 2 üstə gəl 2. 2-lər gedir. Cavabımız olur 9 C variantı. 33. 33'də bizə deyir 25 vur kök altında 0,9 çıx 360 bərabər. İndi biz bunu baxaq cavablara ki, necə parçalaya bilərik. 0,9-u əvvəla onluq kəsirləri fikirlə həmişə uşaqlar adi kəsir şəklində yazın. Yəni 10-da 9 kimi yazırıq. Çıx kök altında 360-ı da 36 parçalayaq. 36 vur 10 kimi yaza bilərik. Bunu yazaraq 5 vurulsun. 9-dan çıxar 3. Aşağıda isə 10-dan heç nə çıxmadığına görə qalır kök 10. Çıx. 36-dan çıxar 6. Burada qalar kök 10. Yəni ondan heç nə çıxa bilmir. Sonra baxırıq ki, məxrəcdə kök var. Məxrəci irrasionaldan azad eləməli. Azad eləmək üçün də dedik ki, qoşmasını alırıq. Qoşması da elə kvadrat kökləri özünə vurmaqdır. Həm məxrəci kök 10-a vururuq, həm surəti kök 10-a vururuq. Kök 10'u kök 10'a vuranda kök 100, oradan çıxacaq 10. Belə bir ifadə oldu. 5'i 3'ə vursa yuxarıda 15 kök 10 bölünsün 10, çıx 6 kök 10. 15'i 10'a böləndə 15'i 10'a böləndə eləyəcək bizdə 1,5. Burada 25 üzrlüsə mən 25'dən niyə 5 çıxartmışam? 25 adi 25. Burada onda olacaq 25 3'ə vursa 75. 75'i 10'a bölsə eləyər 7,5. Yanında kök 10 da var. Çıx 6 kök 10. 7,5'dən də 6 çıxanda eləyir 1,5. Yanında da kök 10. Yəni kök 10'lara əl dəymir. Toplama çıxmaz. Sadəcə əmsallarını işləyir. 34-cü sual. Kök altında 34 vur 8 vur 17. Deməli burada parçalanacaq ədədlərdən biri 34 cəlb edir bizi ki, 17 də burada bizə göstərir ki, 34'ü 17 vur 2 kimi yazmaq olar.
17 vur 2 kimi yazanda 2 dənə 17-dən 1 dənə 17 çıxardırıq. Yerdə qalıb 2 ilə 8. 8-i 2-yə vuranda 16 edir. 16-dan da 4 çıxacaq. 17-ni də 4-ə vursaq, eləcə 68 Y variantı. 35-ci sual. 8 vur 13 vur 26. Yenə 26 bizi cəlb edir ki, 13 vur 2 kimi yaza bilirik. 2 13-dən 1 13 çıxardarıq. 8-i də 2-yə vursaq 16 edir. Oradan da 4 çıxar. 13-də 4-ə vursaq 52. Cavabımız olar Y variantı. 36-cı sual. 36-cı sualda uşaqlar deməli ifadəni sadələşdirilir. Əvvəlcə ədədlərə baxırıq. 9 var, bir də 3 üstü mənfi var. 9 vur, ədədin üstü mənfi, onun tərsidir. 3-ün üstü mənfi 1, 3-də 1-dir. Vur, x üstü. Yəni x-ların üstünə baxaq. X-in üstündə 3 və x-in üstündə mənfi 2 var. Buranda üstlər toplanılır. Yəni 3-dən çıxıram 2-ni. Vur, y üstündə yenə mənfi 2 ilə 3 var. Mənfi 2 ilə müsbət 3 var. Bərabərdir. 3 ilə 9 ixtisara gedir. 3. X-in üstündə 3-dən 2 çıxanda 1. Y-in də üstündə mənfi 2 ilə 3 toplasaq 1. Vəssalam. Yəni 3, x, y alınır. Birlər yazılmış. 3x, y, B variantı. 37-ci sual da eynisidir. Deməli 10 ilə 5 üstü mənfi 1-ə baxırıq. 10 vur 5-də 1. A üstündə mənfi 2 ilə 3-ü toplayırıq. Vur B üstündə 3 ilə mənfi 1 toplayırıq. Olur 5-dən 10 gedir 2. A-nın üstündə mənfi 2 ilə 3 bizə 1 verir. B-nin üstünə 3 çıx 1-ə verir 2 verir. Deməli 2AB kvadratı cavab olur A variantı. 38-ci suala baxaq. A-mız 3-də 1-dir. Bu ifadəni hesablayırıq. A üstü mənfi 6, A üstü mənfi 3, A üstü mənfi 2. Deməli uşaqlar, vuranda üstlər toplanılır. Yəni olur A üstündə mənfi 3 ilə mənfi 2-ni toplasaq mənfi 5. Burada da A üstü mənfi 6. Böləndə isə üstlər çıxılır. Yəni üstdəki mənfi 6-dan çıxacam aşağıdakı mənfi 5-i. Bu mənfi toqquşur, plus verir. Yəni olur A üstündə mənfi 6 plus 5. O da bizə mənfi 6 ilə 5 topada olur mənfi 1. A üstü mənfi 1. İndi bizə A-nı 3-də 1 ver, baxın. Biz A-nı aparıb yerinə qoyarıq. Yəni olar 3-də 1-in üstündə mənfi 1. Ədədin üstündə mənfi 1, onun tərsidir. Yəni 1-də 3 eləyir. O da bizə 3 verir. 3-ü 1-ə bölsə 3 alır. 39. A üstü mənfi 9 böl A üstü mənfi 2 vur A üstü mənfi 5. Vuranda yenə üstlər toplanılır. Olur A üstü mənfi 7. Yuxarıda isə A üstü mənfi 9. Böləndə isə üstlər çıxılır. Mənfi 9-dan çıxıram mənfi 7-ni. Mənfiyə toqquşur, plus verir. Olur A üstü mənfi 9 plus 7 olur. O da olur A üstü mənfi 2. İndi A-mızı da 2-də 1 verib. Gətirib 2-də 1-i A-nın yerinə qoysaq, 2-də 1 üstündə mənfi 2 kimi yazsaq. Birinci necə eləyir? Burada onu deyək. Birinci mənfi işi görək. Mənfi nə deməkdir? Ədədin tərsi. Yəni 2-də 1-in tərsi nədir? 2. Sonra isə kvadratı qeyd edək. 2-nin kvadratı 4. 40-cı sual. 6 mənfi 3-dən 6. Demək uşaqlar, burada diqqətli olacaqsınız. 2 yolla deyəcəm sizə. Birinci yol nədir? Birinci yol odur ki, 6 ilə 6 gedir. Cüt ədədləri ixtisar elədiyimizə görə ifadə çıxır, bayaq dediyimiz kimi modulda. Moduldan da cavab nə çıxır? Müsbət 3. İkinci yol odur ki, içəridə birinci
belə deyək, qüvvətləri silməmişdən qabaq mötərizələrin üstündəki qüvvətimiz cüt ədəddir, 6. Cüt ədəd mənfini müsbətə çevirir. Onda müsbətə çevirir. Olur 6 dərəcədən 3 üstü 6. İndi 6'ları silsək, cavabımız nə qalar? 3 qalar. Cavabımız oldu müsbət 3. Eynisi də 41-də. Dərəcəmiz 4-dür deyə müsbətə çevirir. 4'lər gedir. Cavab qalır 5. 42-də isə 7'lərə baxın, tək ədəddir. Mənfidə elə mənfi qalır. Cavabımız olur Y variantı. 43-cü misal. Kök altda 2'nin üstü 8 bölünsün 32. Bunu necə işləyirik uşaqlar? Deməli, kök 2 üstü 8 deyəndə yadınızda qalsın ki 8 yalnız içəridəki ədədə aiddir. Yəni kök 2 üstü 8 belə olur. 8 ilə 2 ixtisar gedir. Qalır burada 2 üstü 4. 32 isə 2 üstü 5 deməkdir. Böləndə üstlər çıxılır. Yəni 2 üstü 4'dən çıxırsınız 2 üstü 5'i. O da eləyir 2 üstü mənfi 1. Ədədin üstü mənfi 1 onun tərsidir. Və yaxud da deyə bilərsiniz ki, 2'dən yuxarıda 4 dənədir, aşağıda 5 dənədir. Aşağıda daha çoxdur və neçə dənə çoxdur? 1 vahid. Yəni aşağıda 5'dir, yuxarıda 4'dür, 1 vahid çoxdur. Yəni bir dənə 2 aşağıda qalmalıdır. O da olur 2'də 1. Cavabımız oldu D variantı. 44. Kök 3'ün üstündə 4 bölünsün 18. Yenə 4 ilə kök aparsaq, kökün birlikdə dərəcəsi 2'dir də uşaqlar. Qalar burada 2. Yəni 3'ün kvadratı böl 18 qalar. 3'ün kvadratı 9 eləyir. 18'dən də ixtisar eləsək, qalar 2'də 1. 45-ci sualda. Deməli, kök 2'nin üstündə 6 bölünsün 32. 6 ilə 2 gedər. Qalar 3. Yəni 2'nin kubu böl 32. 2'nin kubu 8 verir. 32'yə böləndə ixtisar gedər. 4'də 1 B variantı. 46-cı sual. Ədədləri müqayisə edin. Ədədləri müqayisə eləmək üçün eyni əsasa gətirmək və yaxud da dediyim kimi uşaqlar, birinci baxmalıyıq kəsrin məxrəcinə ki, bu ədədləri hansı qüvvət şəklində yaza bilərik. Deməli, birinci misalda baxırıq 4'dür. Deməli, 16 nəyin üstü 4'dür? 2 üstü 4, üstündə 4'də 1 var. 4'lər gedər, qalar 2 üstü 1, o da 2 verir. 81 nəyin üstü 4'dür? 3'ün üstü 4'dür. 4'də 1 yazsaq 4'lər gedər. 3 üstü 1 qalar, o da 3'dür. 4 nəyin kvadratıdır? 2'nin kvadratıdır. Üstünə 2'də 3 yazarıq. 2'lər gedər, 2'nin kubu, o da eləyər 8. Və nəticələrdən görsənir ki, biz müqayisə eləsək və cavablara diqqət edirsiniz ki, azdan çoxa doğru gedir. Az olanda 2'dir. Yəni 2 kiçikdir 3'dən, o da kiçikdir 8'dən. Bu da o mənaya gəlir ki, A kiçikdir B-dən, o da kiçikdir C-dən. A, B, C. Cavabımız olur B variantı. 47. A bərabərdir. Gəlin buradan belə baxaq əvvəlcə. Deməli, 8 nəyin kubudur? 2'nin kubudur, üstündə 3'də 2. 3'lər gedər, qalar 2'nin kvadratı bərabərdir 4. B-yə baxaq. 125 nəyin kubudur? 5'in kubudur, üstündə 3'də 1. 3'lər gedər, 5'in üstü 1, o da eləyir 5. 27 nəyin kubudur? 3'ün kubudur, üstündə 3'də 1. 3'lər gedər, qalar 3 üstü 1, o da 3. Yenə cavablar azdan çoxa düzülüb. Bizdə cavablar 3 var. Sonra 4, o da kiçikdir 5'dən. Hərflərinə uyğun düşsə 3 hissəni ifadə edir. 4
A-nı ifadə edir, 5 isə B-ni ifadə edir. C, A, B. Cavabımız olur B variantı. 48-də bərabərliklərdən hansı doğrudur? Burada dedik ki, nəticələr mötərizənin üstünə baxırıq. Cüt ədəddirsə işarəni əvvəlcə müsbət edir. Yəni belə fikirləşin ki, onsa biz 2-ləri siləcəyik. Amma birinci bu 2 öz vəzifəsini yerinə yetirsin, sonra silə. 2-nin vəzifəsi mənfini müsbət eləməkdir. Və bundan sonra 2-lər gedər. Cavab müsbət 14. Bu doğrudur. Elə A variantı bizdə doğrudur. İndi belə də deyək ki, B niyə doğru deyil? Çünki tək ədədləri siləndən sonra mənfi 14 qalmalı idi. Burada mənfisi çatışmır. Burada 4-dən 2 çıxar, 49-dan 7 çıxar. Vuranda 14 eləməlidir. Bu 16 yazıb. D-də 7 alınmalıdır. Aşağıda 7 bölü 2 alınmalıdır. İkisi yoxdur. Burada 8-dən 2 çıxar, 27-dən 3 çıxanı da 6 eləyər. Amma 14 alıb, ona görə səhvdilər. Yenə, indi deyək ki, hansı doğru deyil? Burada yenə də 2 var deyə qüvvətdə. 2-nin vəzifəsi mənfini müsbətə çevirməkdir. 2-lər gedir, müsbət 12 olmalıydı. Bu səhvdir. Doğru deyil soruşur. Elə bizdən A variantı. 50-ci sualda ifadəni deyir sadələşdirin. 50-ci sualda kökün altında A kubu bölünsün. Kökün altında A üstü 4'dür. Bölmə və vurma zamanı kökləri birləşdirib eyni dərəcəli kökləri birləşdirmək olar. Onlar A kubu bölünsün A üstü 4. Bərabər. Böləndə də üstlər çıxılır. Olur A üstü 3-dən 4 çıxarıq. O da olar bizdə kök altında A üstü mənfi 1. Ədədin üstü mənfi 1 də onun tərsidir. Yəni 1 bölünsün 1 bölünsün kök altında A olar. Cavabımız olar A variantı. 51-ci sualda. Yenə 3 dərəcədən A bölünsün 3 dərəcədən A üstü 4. Yenə baxırıq dərəcələrimiz uşaqlar 3'dür. Eyni köklər olanda eləmək olur bu işi. Yəni eyni kökün altında bunları bölə bilirik. Baxırıq ki, indi böləndə deməli yazırıq 3 dərəcədən burada A üstü 1 deməkdir. Böləndə üstlər çıxılır. 1-dən 4 çıxanda deməli olacaq belə bir 3 dərəcədən A üstü 1-dən 4 çıxanda mənfi 3. Bu 3'lər gedir. Qalır A üstü mənfi 1. Yəni köksüz artıq. Çünki kökün dərəcələri gedib. A üstü mənfi 1 qaldığına görə olur elə 1 bölünsün A. Bayaqçında fikir verin, dərəcə 2 idi. 2 ilə 1 gedə bilmirdi. Yəni kök qaldı olduğu kimi. Burada kökə aid dərəcə qalmadı. Cavab olur sadəcə 1 böl A. 52-ci sualda A sıfırdan kiçik olduqda, A sıfırdan kiçik olmaq nə demək olar? Mənfidir yəni. Hansı ifadənin mənası var? Baxırıq köklərimizin dərəcəsi hamısı kvadratdır, yəni cüt ədəd. Cüt köklərinin mənası olmaq üçün demək ki, kökün altında ifadə müsbət olmalıdır. İndi bizim əgər ədədimiz mənfidirsə, baxın ədədimiz mənfidirsə, tutaq ki, A ədədimiz var. Bu mənfidirsə, gələk ki, bunun qabağında bir dənə mənfi olar ki, mənfi mənfiyə toqquşanda bu nə versin bizə? Müsbət A versin. Başa düşdünüz? Yəni belə deyək, müsbət A yox, daha sonra müsbət işarə versin. Ədəd özü mənfidirsə, bir dənə də mənfi qabağında olmalıdır ki, onu müsbətə çevirsin. Bax, A variantında alınmır, mənfi var. B variantında ədəd mənfidir, bir dənə mənfi qabağında var. Bunlar vurulanda nə olacaq? Müsbət olacaq. Deməli, elə bunun mənası var. C-də niyə mənası yoxdur? Deyərsiniz, mənim burada da mənfi var. Çünki sən A-ya mənfi qoyan kimi başında kvadrat var. Kvadrat onu müsbətə çevirəcək. Və qabağındakı mənfi tək qalacaq. Yəni, kökün altında mənfi olmaz. D-də ədədə mənfi qoysaq, mənfi A-nın kubu mənfi eləyəcək. Və burada başqa işarə yoxdur, onu müsbətə çevirsin. Gərs, bəs çöldə mənfi var da. Bu çöldəki mənfinin kökü aidiyyatı yoxdur. Bu sadəcə çöldə qalıb. Bizə lazım içəridə bizə kömək eləsin. Çöldə yox. Eyni də yerdə də. Mənfi çöldədir, yəni içəridə deyil. İçəridə biz mənfi qoyanda mənfi 4A kimi qalır, mənfi 4 kimi qalır da, bu belə deyək. Amma buradan çıxa bilmir axı. Çöldəki mənfi mənə heç bir köməkliyi eləyə bilmir, yadınızda qalsın. Ona görə bizə lazımdır ki, ədəd mənfidirsə, içəridə bir dənə mənfi olar ki, mənfilər toqquşub müsbət verə. Deməli, mənası olan kök B variantıdır. 53-də də həmçinin ifadənin bir mənası var. A necə ədəddir? Sıfırdan kiçik, yəni mənfidir. Gələk bir dənə mənfi içəridə olar. İçəridə mənfi olan, deməli, C-də var, B-də var, D-də var. Yenə deyirəm, ədədin özü mənfidirsə,
Bir dənə mənfi olanda bunlar toqquşu müsbət verir. Cavab olacaq burada C. B ilə D niyə olmur? Çünki mənfi qoysaq da bu kvadrat ki başında var. Bunu müsbətə çevirir. Və qabağındakı mənfi ilə vurulanda bu işarələr bizə mənfi verəcək. Eynilə də burada. Bu kvadratdır deyə mənfini nəyə çevirəcək? Müsbətə çevirəcək. Yenə də mənfi burada tək qalacaq içəridə. Bu bizim işimizə yaramır. 54-cü sualda. 54-cü sualda yadımızda qalsın ki, yenə deyirəm, köklər eyni dərəcədənsə, baxın, kvadrat, kvadrat, kvadrat kökdür. Mən bir dənə kök yaza bilirəm və içində hamısını birdən, yəni eyni işləri bir yerdə görürəm. 5 vur 12 böl 20 yaza bilirəm. Üçünü elə bir birləşdirdik. 5-i 12-yə vuranda 60 bölünsün 20. 60 da 20-yə böləndə kökün altında 3. Çox asandır. 55-də də yenə 8-i 6-ya vururuq. 8-i 6-ya vuran yazaq buradan. 8-i 6-ya vurub 24-ə bölürük. 8-i 6-ya vuranda 48, 24-ə də bölsək, cavabımız olur kök altında 2, C variantı. Bəs 56 necə edirik? 56-da bir neçə kök veriləndə uşaqlar çalışın həmişə ən içəridəki köklərdən başlayın. Necə ki deyirdik, aşağısında içəridəki mötərizədən başlayın. Bax, bu da. Kök altında 16-dan nə çıxacaq? 4. Bu 4 çıxandan sonra bizi çöldə vur 4 gözləyir. Yəni, belə bir şey olur. 4, vur, çıxartdığımız 4. Bu da bizə kök 16 verir. Buradan da yenidən tezdən 4 çıxır. Cavab olur A variantı. Eyni ilə 57. 9-dan çıxacaq 3. 3-ü 3-ə vursaq kök 9. Yenə oradan 3 çıxacaq. 58 tipli misal bəs necə işləyirik? 58 tipli misallarda uşaqlar köksüzləri 1 vururuq. Yəni 3 ilə 4-ü 1 vuracaqsınız. Vur. Köklüləri də 1 vururuq. Yəni 2-ni vururuq, 5-ə vururuq ona. Kökün altında 1 şəkildir. 3-ü 4-ə vursaq 12. 2-ni 5-ə 10, 10-a 100. 100-dən də nə çıxacaq? 10 çıxacaq. 12-ni də 10-a vuranda cavabımız olacaq 120. Cavabımız olacaq 120. 59-cu sualda yenə də 2-ni 5-ə vuracam. 59-da 2-ni 5-ə vuracam. Kökün altında 2-ni 3-ə, 10-da 6-ya vuracam. 2 vur, 3 vur, 6. Olacaq 10 kök altında 36. O deyir 10 vurulsun. 36-dan 6 çıxır. Cavabımız da olur 60. 60 da bizdə Y variantıdır. 60-cı suala baxaq. A-nın hansı qiymətində ifadənin mənası var? Deməli, biz nə dedik uşaqlar? Əgər kökün altında mənfi işarə varsa, gələ A özü də nə olsun? Mənfi olar. A-nın mənfi olan şərti yalnız C-də var və bir də sıfırdan kiçik ola bilir. Yəni, sıfırdan kiçik olmaq mənfiliyi göstərir o öz yerində. Sıfıra bərabər də ola bilər. Çünki kökün altında sıfırdan nə çıxacaq? Sıfır çıxacaq. Deməli, cavabımız olur C variantı. Eyni ifadə 61-də də var. Yenə ədəd qabağında mənfi varsa, A-mız ya mənfi olmalıdır, ya da sıfırdan kiçik D variantı. 62-ci sualda isə kökün altında ortaq vuruğu çıxardıq. Ortaq vuruğumuz 49-dur. Mötərizədə qalır 0-dan %87 plus 0-dan %82. 87 ilə 82-ni toplayanda olur 49 vurulsun 1 tam %69. 49-dan çıxır 7. 1 tam %69-dan da uşaqlar bunu belə yaza bilərsiniz. Baxın, %169 kimi. 169-dan 13 çıxacaq, 100-dən isə 10 çıxacaq. 7-ni də 13-ə vursaq 91, ona da bölsək 9 tam 10-da 1 edər. Cavabımız olar B variantı. 63-cü misalda da yenə baxırıq ki, eyni olan vuruğumuz 1 tam %44. 1 tam %44-ü mötərizə xaricinə çıxardırıq. Qaldı 1 tam %21 çıx. Bir də qalıb 0 tam onda 4. Bu da bizə nə verir? 1 tam %44 vurulsun 1 tam %21-dən çıxırıq 0 tam, tamın altına tam yazırıq, onda 4-ü. Boşluqlara 0 əlavə eləsək, 1-dən 0 çıxsa 1, 2-dən çıxmaq olmur, 1 onluq veririk, 12-dən 4 çıxsaq 8, burada da qaldı 0. 0 tam %81.
İndi 1,44 144 12'nin kvadratıdır. 1,44 isə 1,2'nin. 0,81 81 9'un kvadratıdır. %81 isə 9'un, yəni 0,9'un kvadratıdır. 1,2'də 0,9'a vuranda deməli eləyəcək bizdə 12'ni 9'a vursaq 108 vergüldən sonra 2 rəqəmimiz var deyə vergüldən sonra 2 rəqəm saxlayırıq 1,8. 64-cü sual. Mötərizəli ifadə olanda bilirik ki, dövrü kəsirdir. Dövrü kəsirlər üçün də dövrdə olan ədədlərin sayı qədər 9 yazırıq. Olur 9'da 4 çıx 3'də 1. 9'da 4'dən isə 4'dən 2 çıxır. 9'dan 3. Bu da 3'də 1 edir. Cavab olur 3'də 1. 65'də isə bunun əks işarəsi ilə kök altında yenə də dövrdəkilərin sayı qədər 9 yazsaq 9'da 4 üstə gəl 3'də 1. 9'dan 3 4'dən 2 çıxar üstə gəl 3'də 1. Məxrəc qalır sürətlər yenə toplanılır. 2 ilə 1 toplasaq 3 3/3 1. 66 66'da onluq kəsirdə, qarşılıq kəsirdə adi kəsirə çevirməlisiz. Yəni 6,3'ü 10'da 63 kimi vur və kökləri də birləşdiririk. 1,7'də 3'ü isə 7'də 1'i 7'yə vururuq. Üzərinə 3 gəlirik. 1'i 7'yə vurub üzərinə 3 gəlirdik. O da eləyəcək 10. Onlar gedər. 63'ü də 7'yə bölsək kökün altında 9 qalır. Oradan da 3 çıxar. 67. 1,2'ni 10'da 12 kimi göstərərik. 10'da 12 kimi göstərərik. Vur. 3,1'də 3'də 3'ü 3'ə vurduq. 9 üzərinə 1 gəldi 10. Onlar gedər. 12'ni 3'ə bölsək 4. Cavabımız olar 2. Cavab oldu D variantı. 68'də isə ən içəri kökdən başlayırıq. Daxildən başlayanda deməli 9'dan çıxacaq 3. Olacaq belə kök altında 47 üstə gəlir kök altında 7 çıx 3. 7 çıx 3'dən 4 qalır. 4'dən isə 2 çıxır. Olur kök altında 47 üzərinə gəl 2. Bu da eləyəcək 49. Buradan isə 7 çıxacaq. 69'da 16'dan 4 çıxacaq. 4 ilə 5'i toplasaq kök 9 eləyər. Kök 9'dan 3 çıxar. Sonra isə 28'dən 69'da. Kök altında 28'dən də o 3'ü çıxarıq. Kök altında 25 eləyər. Cavab da 5 çıxar. Mənfi ədədi tapın. Mənfi ədəd tapmağın qaydası nədir uşaqlar? Biz bilirik ki, kiçik ədəddən böyük çıxanda nəticəmiz nə olur? Mənfi. Böyükdən kiçik çıxanda nəticəmiz nə olur? Müsbət. Müsbət. 0 almaq üçün də eyni ədəddən, yəni eyni ədədlərin fərqi bizə nə verər? 0 verər. Və bu 3 dənə qaydanı yadda saxlayaq və misalımızda deyir, mənfi ədədi göstərin. A variantı. 4 çıx kök 14. Yenə məs uşaqlar kökdə olmayan ifadəni kökə salmalısınız. 4'ü kökün altına salmaq üçün 2 dərəcədən kökə saldığımıza görə 4'ü 2 dərəcədən qüvvətə yüksəldirik. Yəni 4'ün kvadratını yazırıq. 16 çıx kök 14. 16 14 böyükdən kiçiyə çıxdığıma görə işarə müsbət. B'yə baxaq. 2 çıx kök 3. 2 kökün altında 4 demək. Yəni 2'nin kvadratı 4 edir. Çıxanda köküsü yenə böyükdən kiçiyə çıxdığıma görə müsbət. C'yə baxaq. 2 kökdə 2 çıx kökdə 6. 2'ni kökün altına salanda kökün dərəcəsi 2'dir deyə kvadratla salırıq. 2'nin kvadratı 4. İçəridə bir 2 var. Bu eləyər kök 8. Kök 8'dən də çıxıram kök 6'nı. Yəni böyük ədədlərin kiçiyə çıxdığıma görə müsbət.
D-də 3 çıx kök 11. Yenə də 3-ü salırıq kökün altında. Kvadrata yüksəldirik. 3-ün kvadratı 9. Çıx kök 11. Yəni köklülərlə işimiz yoxdur. Köksüzləri kökə salırıq. Burada kiçikdən böyük çıxdığına görə işarə olur mənfi. Deməli bizdən də mənfini istəyirdi. Və 71-də müsbət ədəd istəyir. Deməli biz bunları kvadrata salsaq, bu kök altda 9-dur, bu kök altda 36-dır, bu kök altda 49, bu kök altda 4, C-də isə bu kök altda 4-dür. Deməli müsbət olması üçün böyükdən kiçik çıxmalıyıq. Burada böyükdən kiçik çıxan D variantıdır. 36-dan 35-i, kök 36-dan kök 35-i çıxırır. Sonra gələcək baxırıq 71-də deməli hansı variant oldu? D variantı. 72-yə baxaq. 72-də ifadənin qiymətini hesablayın. Əvvəl yazaq 2 üstü mənfi 2 vur. Mötərizə olanda üstlər vurulur. Olur 2 üstü mənfi 3-ü 4-ə vursaq. Mənfi 12 böl 2 üstü mənfi 7-də 2-yə vursaq. Mənfi 14. Buranda üstlər toplanılır. Mənfi 2 ilə mənfi 12-ni toplayanda olur 2 üstü mənfi 14. İşarələr eyni olanda işarə qalır, özləri toplanılır. Bölünsün aşağıda 2 üstü mənfi 14-dür. Ədədlər eyni, yəni əsaslar eyni, qüvvətlər eyni olduğuna görə bu cavab bizə verəcək 1. Yəni eyni ədədə bölsək 1 alarıq. Bir də bunu da deyək, böləndə üstlər çıxılır. Mənfi 14-dən də mənfi 14 çıxanda 0 alınacaq. Həm də bunu da bilək ki, ədədin üstü 0 nə verirdi? 1. Yəni ya bu cavabı 1 kimi verər, ya da hər hansı ədədin üstü 0 kimi verə bilər. Cavabımız oldu B. 73-cü sualda 2 üstü mənfi 3 vurulsun 2 üstü mənfi 6-nı 2-yə vursaq mənfi 12 bölünsün 2 üstü mənfi 5-i 3-ə vursaq mənfi 15. Yuxarıda yenə üstləri toplayırıq. Mənfi 3 ilə mənfi 12 verir mənfi 15. Aşağıda da mənfi 15 var. Böləndə yenə cavab alacaq 1. Çünki eyni ədədə bölmüşük. 74-cü misalda bu ifadəni deyir sadələşdirin. 74-cüdə belə bir şey verilib. A sıfırdan kiçikdir. Yəni A mənfi ədəddir. 1,4 A üstü 22. Ümumiyyətlə uşaqlar belə tip misallarda yadda saxlayın. Əgər şərt plus orada kök varsa, bilin ki orada moduldan danışılacaq. İndi baxaq. Deməli, baxırıq ki, dərəcəmiz 2-dir, A-nın üstü 22-dir. 22 ilə 2 gedəndə qalır 1,4 vurulsun. Cüt ədədləri ixtisar eləyəndə demişik ki, modulun içində cavab çıxmalıdır. A üstü 11. Və modulda da hansı şərt versə, biz o şərtlə işləməliyik. Deyir ki, A mənfidir. Mənfidirsə, deməli, yerinə qoyanda olur 1,4 vurulsun. Mənfi ədədin üstünə, baxın, mənfi ədədin üstünə 11 qoyanda yenə mənfi ədəd verəcək. Yəni, mənfi A çıxacaq. Olur, mənfi 1,4 A. Deməli, qüvvət müstəq olduğu üçün mənfini özündə saxladı. Mənfi 1,4 A üstü 11. 11 yazmadıq. Oldu cavab C variantı. Eyni ilə burada 26 ilə 2 gedəcək. Qalacaq deməli 75-də. 2,5 vurulsun. Modulda x üstü 13. X yenə də 0-dan kiçik verib. Mənfi verdiyinə görə olacaq mənfi 2,5. X-in üstündə 13. X-in üstündə 13. 76-cı sualda yenə də üstlər vurulur. X üstü 3-də 4-ü vururuq 5-də 3-ə. Üstlər gedir. Qalır X-in üstü 5-də 4. Vur. Yanında da belə bir ifadə var. Mənfi 5-də 3. Vuranda üstlər toplanılır. Yəni 5-də 4 ilə mənfi 5-də 3 toplamalıyıq. O da deməkdir ki, 5-də 3-ü sanki çıxırıq. O da olur X-in üstündə məxrəc qalır. Üstlər çıxılır. 4-dən 3 çıxanda 1. X üstü 5-də 1 D variantı. 77-ci sualda 3 vurulsun 64-dən 8 çıxar. Çıx. 2 vurulsun 25-dən 5 çıxar. Üstə gəlinsin 100-dən də 10 çıxar. Deməli 24 çıx 10 üstə gəl 10. Onlar islah olar. Cavab olar 24. Cavabımız oldu 24. 78-ci sual. 2 vurulsun. 81-dən çıxır 9. 16-dan çıxır 4. 121-dən çıxır 11. Olur 18 üstə gəl 12 çıx 11.
18 ilə 12 30 verər. 30-dan da 11 çıxanda 19. Cavabımız oldu C. 79-cu suala baxaq. Deməli, burada 7-lər gedir, 8-lər gedir. 8-dən də 4 gedir. Burada 2 qalır amma. İndi biz nə demişik? Aparanda tələsməyin. Əvvəlcə nə iş görməlisiniz? İçəridəki işarələr dəyişir, yoxsa yox. 7 tək ədəddir, mənfi olduğu kimi qalacaq. 8 cüt ədəddir, işarə müsbət. 8 cüt ədəddir, işarə olur müsbət. Ondan sonra 7-ləri, 8-ləri və 8 ilə 4-ü aparıb bu cür yazırıq. Deməli, birincidə qaldı mənfi 6. Çıx, ikincidən çıxdı 7. Artıq çıx və üçüncüdə də 3-ün kvadratı qalıb. Yəni, o da 9 edir. 3-ün kvadratı da 9. Məsələn, hamısı çıx olduğuna görə işarə qalır, özləri toplanılır. 6, 7, 13 və 9, 22 A variantı. 80-da isə 64-dən çıxacaq 8. Kökün altında 2 vur. 64-ün yerinə 8 yazdıq. 2-ni də 8-ə vuranda 16. Oradan cavab çıxacaq 4. Cavabımız oldu A variantı. Bu qədər uşaqlar, davamını digər videoda inşallah izləyə bilərsiniz. Sağ olun, salamat qalın.